Salam ana, necəsən? Selam, hoş geldin. Keyfin halına tər. Selam, sen ne diyorsun? Şükür Allaha, yaxşı olasan. Sen bak hadi, sen bir şu an. Uşak sevgilim, düzelme, ihtimam var, maliyeti var, yani mesela biri diyor ki maliyeti var, biri diyor ki düzelme, ben diyeyim ki maliyeti yoktur daha, yani maliyeti yok. Yani maliyeti olsaydı ben çoktan derdim. Yani maliyeti var mı? Bu, ümumiyyətlə, uşaq sərman filicin tam düzəlmə ehtimalı 0%-dir. Bunun yalnız uşaqlıqdan müalicə olunmalıdır, fizioterapi yarar. Gələr ki, beyin düzgün ötürmədiyi, əzələ tonusuna düzgün ötürmədiyi enerjiyi yönəltməlisən. Bu, mən həmişə demişəm, DSP beynin başqa yerlərini çox inkişaf etdirəndə, o inkişafdan dayanmış, paraliz keçirmiş neyronlar oyanış başlayır. Necə ki, böbreğin biri olmayanda, o birisi böbrək iki böbreğin fəaliyyətini keçirdir. Beyində də elədir. Hansısa neyron işləməyəndə, o birisilər cəhd edir ki, o işləri görsün. Bildin necə? O funksiyaları yerinə yetirəndən sonra əngəl azalır. Yəni, bir də çalışmaq lazımdır ki, valideynlər, əgər uşaqları xəstə dünyaya gəlibsə, xəstə deyilək, DSP, Spetski Saramanski iflit. Çalışmalıdırlar ki, ilkin olaraq üstünə düşünlər, müalicələr aparsınlar. Çünki əzələ tonusu sümüyün də deformasiyaya uğramağına əzələ o qədər sıxır ki, sümük əyilir. Bunun müalicəsi Azərbaycanda biraz çətindir. Məsələn, ən çox Rusiyada bu xəstəlik haqqında araşdırmalar aparırlar. Bir də əzələ tonusu aşağı salınmalıdır ki, müstəqil hərəkət eləsinlər, desək olan. Beynin hansı istiqaməti çox zədələnibsə, oradan həmin inkişaf etdirməlidir beyni. Bir də dərmanlar var. Bu dərmanların çoxsu da indi həkimlər DSP eyni dərmanlar yazır. Medikalim, baklafen, bir ikisi də vardı, yadımdan çıxıb. Amma medikalim spastika aradan qaldırır. Elələrində var ki, başqa cürdür DSP, ona həmin dərman verəndə daha da əzələ tonus qalxır. Çünki beyin müəyyən hissələri travma keçirdiksə, ona uyğun dərmanlar yazılmalıdır. Bəzən də dərmana ehtiyacı olmur, fizioterapiya. Əməliyyatda keçirlər, o əməliyyat nə işə yarayır? Həmin o əzələləri, vətənləri elə bir ki, genəldərək, uzadaraq, o da müvəqqəti. Əsas fizioterapiya, idman, üzüçülük. Bir də ki, buradan yanılırlar, elə bilirlər ki, ağırlıq məşq eləməklə düzəldirlər. Xeyr, bu beyinlə bağlı bir şeydir. Ağırlıq eləyərək beyinə qan ötürümünü cərginləşdirir. Bu xəstəlikdə ağırlıq qaldırmaqla daha da cərginləşir. Bu üzüçülük xeyirlidir. Sonra gimnastika xeyirlidir. Əzələni inkişaf etdirmək lazımdır. Bu, dünyada bu xəstəliyinin düzəlmək ehtimalı sıfırdır. Yaxşılasa bilər, özünü idarə edə bilər, Ama bir şey var. bilinir də, xəstəlik bilinir halında. Ama bir şey var. Sen de mesela Öz üzərində işləməlidir. ben şəksəm, ben özümden danışıram. Yani özümden danışıram ki, yavaş yavaş özünü düzəldirlər. Bəli. Mesela sen de özünü düzəldirlərsən, ben de özümü düzəldirlər. Yani insan varsa, adam varsa tembel edir, adam varsa Bəli, bu xəstəlikdə tənbəllik var. Tənbəllik tembellik var. çoxdur. Ne kadar bacarırsa gəzmək ne kadar. Ümumiyyətlə, motivasiyadan düşməməlisən. Yəni, o demək deyil ki, bu xəstəliyin düzəlməyi yoxdursa, mən əl çəkim, onsa düzəlməyəcək, elə bir şey yoxdur. Sən düzəlmə ehtimalını daha da, yəni, özünü yaxşı hiss edə bilərsən. Özünü daha da yaxşı hiss eləmək üçün, özünü idarə eləmək üçün bu xəstəliyin müalicəsini davamlı etdirməlisən. Bəzən valideynlər ruhdan düşür, amma mən məsləhət görürəm ki... İnsan da
bir şey var ki mesela buradan attım. Mesela adam sürekli ben buradan attım atabilirim. Bəli. Yani korkmamalı, çekinmemeli. Fobiyalar adından alınmalıdır. Yavaş yavaş bir ayak attı da olsun da var. Bəli. Ümumiyyətlə bizim qrupla məqsədimiz, mən əvvəldən demişəm, cəmiyyətdə inteqrasiya və sosiallaşmanı təmin etmək, reabilitasiyasını davam etmək. Biz nə qədər sosiallaşsaq, nə qədər cəmiyyətin içində olsaq, o qədər düzəlmə şansımız Bir de artır. ben hemşire, bazı insanlar da diyeceğim ki, mesela üzücüye destek daha yok. Çünkü üzücüler her yeri hareket ediyor insan. Bəli. Kolunla, ayağınla, yani ne kadar üzücüye destek o kadar yaptı. Amma o demək deyil ki, sən DSP, Serevan uşaq iflici, mükəmməl üzücü olacaq. Xeyr, mükəmməllik Allaha məxsusdur, ola bilər ki. Var. Amma çox xeyri var. Ümumiyyətlə, su terapiyasının səfələrə çox faydalıdır. Minerallı vannalar qəbul eləməyi çox gərəklidir. Su ilə təmasda olmağı əzələ tonusunu azaldır. Əsasda isti su ilə. Mesela şahsen ben görmüşəm ki, üzücüye bakmışam ki, hele destek, hele destekler var ki, şurada üzüm kolları işləyir, ayağı işləyir, yavaşa. Elə atılır da. İnşallah yaxşı olar. Ümumiyyətlə, məsləhət görürəm ki, DSP olanlar ailə həyatı qursunlar. Ailə həyatında çox xeyri var. Böyle, ne kadar sübay ki, aile kurarlarsa her şey yaxşı olacaq. Bəli. Ben öldüm sübaya, inşallah ben de istəyərəm ki, ben qəsəblə qabağıma bir yaxşım xanım məsələsi, inşallah ben istəyərəm ki, yani kim sübaydısa, sübayla hamısı aile kursa daha yaxşı. Amin. Amin inşallah. Çox sağ ol. Özünüzə yaxşı baxın. Çox sağ olun ki, Çox sağ ol. axıra qədər izlədiniz. Çox sağ olun. Sağ ol.